mayın 22-sində Suraxanı rayon icra hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi mövzusunda müşavirə keçirilib. Müşavirədə Suraxanı rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi memarlıq tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdürü Fuad Cəbrayılov, Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, Mərkəzi Mülki Müdafiə İdarəsinin rəisi Polkovnik Rəşad Quliyev və Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə xidmətinin əməkdaşları, rayon icra hakimiyyəti başçısının aparatının sektor müdürləri, rayon icra hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, qəsəbə bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, rayon mənzil kommunal təsərrüfatı birliyinin, mənzil kommunal istismar sahələrinin rəhbərləri iştirak ediblər. Müşavirəni giriş sözü ilə açan Fuad Cəbrayılov tədbir iştirakçılarını salamladıqdan sonra Suraxanı rayonunda bu sahədə mövcud vəziyyətdən danışaraq bildirib ki, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, baş vermiş təhlükəli hadisələr zamanı insanların axtarışı və xilas edilməsi istiqamətində aparılmış işlərin təhlili son illər Fövqəladə Hallar Nazirliyinin digər dövlət strukturları ilə birgə səyləri nəticəsində sularda həlak olma faktlarının xeyli azaldığını, insanların təhlükəsizliyinin təmin edilməsi məsələlərinə həsr olunmuş işçi müşavirələrin öz səmərəsini verdiyini göstərir. Tədbir proqrama uyğun olaraq bu sahə üzrə müxtəlif mövzular ətrafında məruzələrlə davam edib. Belə ki, kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin istismarına nəzarət şöbəsinin inspektoru, daxili xidmət baş leytenantı Hikmət Müseyibzadə, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, rayon mənzil kommunal təsərrüfatı birliyinin rəis müavini Elçin Cabbarov, yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər, Bakı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının Suraxanı rayon bir saylı bölməsinin həkimi Oktay Xudayev, çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi, rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Arzu Quliyeva, çimərlikdə dəniz suyunun təmizlik vəziyyəti, Suraxanı rayon polis idarəsinin ictimai təhlükəsizlik şöbəsinin baş inspektoru, polis kapitanı Tural Hacızadə, çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti mövzuları ilə çıxış ediblər. Daha sonra Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov çıxış edərək öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Sonda müşavirəyə Fuad Cəbrayılov yekun vuraraq səslənən və diqqət çəkən problemlərin, söylənən fikirlərin, verilən tapşırıqların gündəlik işdə öz əksini tapacağına və onların yüksək səviyyədə yerinə yetirilməsinə rayonun aidiyyatı idarə rəhbərlərinin səy göstərəcəyinə inandığını bildirib. Eyni zamanda bu ilki yay mövsümünün həm Suraxanı rayonunda, həm də paytaxtın digər çimərliklərində fövqəladə hadisələrsiz keçməsini və əhalinin rahat və təhlükəsiz istirahət edə bilməsini arzulayıb.